Hər qışda Qarabağdan bir futbolçu ayrılır. Kayde olsun, ötən il Juninho olsun. Bu ildə deyəsən azarkeşlərin çox sevdiyi Marko Yankoviç ola bilər. Yankoviçi xeyli var. Hər transfer dönəmində klublar istəyirlər. Yəni deyəsən bu dəfə amma Ferencvaroş istəyir, Yunan klubları istəyir. Deyəsən indi Yaponiyadan təklifi var. Qarabağ böyük məbləğ, Qarabağ deyəsən aldığının 2 qatını verirlər. Yəni Yankoviçin də son aylarda oyununda ciddi düşüş var. Düzdür, bir zədələndi, onda təsir oldu. Amma zədədən qayıdandan bəri heç cür yaxşı oynamır. Əsəbidir, hamı ilə aqressiv danışır oyun vaxtı, hakimlə, komanda yoldaşı ilə, ən çox rəqiblərlə. Bilmirəm, bəlkə də artıq beynində Qarabağı bitirib. Bu da ola bilər. Yəni təklif varsa, normal təklif gələcəksə, yəni futbolçunu zorla saxlamaq olmaz. Əlbəttə Yankoviç çox önəmli futbolçudur Qarabağ üçün, amma yaxşı Yankoviç. Belə Yankoviç yox. Yəni bu indiki Yankoviç heç kimə lazım deyil. Yəni Qarabağa lazım deyil. O baxımdan əgər təklif olacaqsa, əlbəttə ki, satmaq lazım yaxşı qiymətə. İkincisi də ki, heç bir futbolçu daimi deyil. Yankoviçin 30 yaşı var. Yəni Yankoviç 40 yaşında Qarabağda oynayası deyil ki, 10 il oynayası deyil ki, Qarabağda. Nə vaxtsa getməli idi, dost.